Hörmətli xanımlar, hörmətli cənablar, Azad Gözəl Sumqayıt şəhərinin sakinləri və qonaqları, ictimai-siyasi xadimlərimiz, tibbi heyət həkimlərimiz, şəfqət bacılarımız və nəhayət etibarilə bizim əziz pasiyentlərimiz. Bugün biz hamımız Sumqayıtın sağlamlıq sahəsində baş verən mühüm bir hadisə üçün Bulvar Medical Center adlı böyük bir səhiyyə ocağının bu yeni və müasir binanın açılış mərasiminə toplaşmışıq. Bulvar Medical'ın sloganı çox gözəldir. Gücümüzü sağlamlığımız üçün birləşdirdik. Əziz qonaqlar, hörmətli tədbir iştirakçıları, hamınızı Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fəracovun adından salamlayıram. Sumqayıtın ən gözəl məkanlarından biri olan Sumqayıt bulvarında yenicə istifadəyə verilmiş Bulvar Medical Centrin yaradıcı heyətini ürəkdən təbrik edirəm. Arzu edirəm ki, klinikanın sədaları daha yüksəklərdən gəlsin. Biz burada təkcə yeni bir tibb ocağının açılışını qeyd etmirik. Biz səhiyyə xidmətlərinə verilən qiyməti, pasiyent yanaşmasına olan hörməti və tibb xidmətinə olan inamı bir təntənəsini qeyd edirik. Respublika Prezidentimiz İlham Əliyev tərəfindən yürüdülən gözəl bir siyasətin bariz nümunəsi kimi sosial layihə olan icbari tibbi sığortanın tətbiqi özəl və dövlət müəssisələrinin birgə, müştərək işləməsinə və bu xidmətlərin əlçatanlığının xalqımıza çatdırılmasının ardıcıllığını gətirir. Çox gözəl bir pediatriya şöbəmiz var, laboratoriya şöbəmiz fəaliyyət göstərir, tam avtomatlaşdırılmış avadanlıqlarla bağlı. Radiologiya şöbəmiz var ki, Sumqayıtda, nəinki Sumqayıtda, həm də Azərbaycanda analog olmayan avadanlıqlarla, ən son texnologiyalı avadanlıqlarla təchiz olunmuşdu ki, bunlara mammoqraf aparatımızda, desimetriya aparatımızda. Prezidentimizin, ulu öndərimizin ideyalarına sədaqətlə xidmət göstərməyin bir nümunəsidir Sumqayıt şəhəri. Şəhid ailəsi olaraq qürurluyam. Bizim səhiyyəmiz şəhid ailələrinə hər zaman qazilərə çox dəstək olurlar.